Xəzərəm. Qədim tarixi mənbələrdə 70-ə yaxın adım əks olunub. Girkan, Xvalin, Abeskun, Saray, Dərbənd, Sixay, Mazandaran, Bakı dənizi. Marco Polo məni Abakko dənizi adlandırıb. Plini mənim adımı Alban dənizi, Övliya Çələbi, Dəmirqapı dənizi və Şirvan dənizi kimi çağırıblar. Herodota görə Kaspia adım cənub-qərb sahilimdə eramızdan əvvəl 1-ci minillikdə yaşamış Kaspi xalqının adı ilə bağlıdır. Mən isə Xəzər adımı daha çox sevirəm. Çünki bu ad mənə 7-ci əsrdə məğrur Xəzər xaqanlığını yaradan türk dilli Xəzərlərdən miras qalıb. Minlərlə dil bilirəm. Sahilimdəki daşlar və qumlar, üstümdəki səma, ətrafımdakı hava bu dillərdə danışırlar. Mən əsrlər boyu sahil yanı dövlətlərə, orada yaşamış insanlara, ətrafımdakı bütün canlılara həyat vermişəm. Onlar məni sevib, qoruyub, nəfəsimi hiss edib. Mən milyon illərdir danışıram və minlərlə qərinələr boyu Adəm övladları məni eşidib. Siz də məni eşidin. Çünki indi mən tənhalığa qərq olmuşam. Çirkəb altında nəfəsim kəsilir. Belə davam edə bilməz. Bugün Xəzər dənizinin ətrafında 5 dövlət yerləşir. Azərbaycan, İran, Qazaxıstan, Rusiya Federasiyası və Türkmənistan. Xəzər sahili boyunca bu dövlətlərin sahil xəttinin uzunluğu Azərbaycanda 813, İranda 738, Qazaxıstanda 1422, Rusiya Federasiyasında 747 və Türkmənistanda 1035 kilometr təşkil edir. Xəzər dənizinin sahil xəttinin ümumi uzunluğu 4500 kilometrdən çoxdur. Dənizin fiziki parametrləri dəniz səviyyəsinin hündürlüyündən asılı olaraq dəyişir. Hazırda Xəzərin səviyyəsi Dünya okeanının səviyyəsindən təxminən 28 metr aşağıda yerləşir və səviyyə azalmaqda, sahillər isə qurumaqda davam edir. Dənizin sahəsi 392 min kvadrat kilometrdir. Suyun həcmi isə təxminən 78.600 kub kilometrdir və bu dünyanın ümumi göl suyu ehtiyatlarının 40%-dən çoxunu təşkil edir. Xəzər dənizi Avropa və Asiyanın sərhədində yerləşir. Dənizin şimal-cənub uzunluğu 1200 kilometr, eni isə 196 kilometrdən 435 kilometrə kimi uzanır. Dənizin ən dərin hissəsi 1025 metrdir və o, Xəzərin cənub hissəsində, Lənkəran çökəkliyində yerləşir. Morfoloji quruluşunun xüsusiyyətlərinə və fiziki coğrafi şəraitə əsasən Xəzər şimal, orta və cənub hissələr olmaqla 3 yerə bölünür. Xəzər dənizində 50 kiçik və böyük adalar var və onların ümumi sahəsi 2049 kvadrat kilometrdir. Son illərdə Xəzər dənizində ekoloji problemlərin artması ciddi narahatlıq doğurur. Ekspertlər deyirlər ki, çirklənməyə səbəb çay suları ilə dənizə müxtəlif çirkləndirici maddələrin daxil olması, məişət tullantısı sularının təmizlənmədən dənizə axıdılmasıdır. Həmçinin üzən vasitələrdən atılan zibillər, kənd təsərrüfatında istifadə olunan gübrələrin yağıntı və suvarma suları ilə yuyularaq çaylar və kanallar vasitəsilə dənizə axıdılması dənizin çirklənməsinə səbəb olur. Bunların hamısı mənfi antropogen faktorlardır. Bu isə təkcə Azərbaycanın deyil, həm də su sərhədi ilə qonşu olan ölkələrin Qazaxıstan, İran, Rusiya, Türkmənistanın qlobal problemi hesab olunur. Bakıda keçirilən COP29 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinin həlli gündəmdə olan əsas məsələlərdən biri oldu. Bu problemlərlə mübarizədə hansı addımlar atılır? Çirklənmənin qarşısını almaq üçün Xəzəryanı ölkələr və vətəndaş cəmiyyətləri birgə necə fəaliyyət göstərə bilər? 2024-cü ilin 19 noyabr tarixində COP29 çərçivəsində Xəzər dənizi və davamlı inkişaf, ətraf mühitin mühafizəsi mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Yaşıl Zonada Water konfrans zalında baş tutan forumda Xəzəryanı ölkələrdən olan bir sıra QHT nümayəndələri, tanınmış beynəlxalq ekspertlər iştirak ediblər.
Xəzər konfransında çıxış edən xarici qonaqlar bu fikirləri səsləndiriblər. Kiril Osin, Сегодня на площадке КОП-29 в Баку, Республике Bakıda Азербайджан keçirilən COP29-da əlamətdar hadisə baş verdi. Xəzər evi yaradıldı. Həmçinin Azərbaycan, Qazaxıstan, Rusiya və Türkmənistanın qeyri-hökumət təşkilatları nümayəndələrinin birgə əməkdaşlıq memorandumu imzalandı. Bu Xəzərin taleyindən narahat olan Vətəndaş Cəmiyyəti Birliyinin mühüm başlanğıcıdır. Məlumdur ki, Xəzər antropogen yüklərə məruz qalıb. Dənizin səviyyəsinin dəyişməsinə səbəb olan iqlim dəyişikliyi ilə bağlı Xəzərin biomüxtəlifliyi degradasiyaya uğrayır. Ölkələrimizi və ilk növbədə vətəndaş cəmiyyətini birləşdirən və qayğılandıran kifayət qədər geniş ekoloji problemlər mövcuddur. Biz Xəzər dənizinin xilas edilməsi və qorunması üçün səylərimizi səfərbər etməliyik. воодушевляющее начало для совместных действий в решении проблем Каспийского моря. Aida Tabilinova, coğrafiya üzrə fəlsəfə doktoru, biomüxtəlifliyin qorunması üzrə Qazaxıstan Assosiasiyasının mütəxəssisi. Bildiyimiz kimi, Xəzər dənizi Aral dənizi ilə əlaqəlidir. Tektonik plitələr ilk növbədə okean plitəsi və Şərqi Avropa plitəsi Xəzər dənizinin səviyyəsinin vaxtaşırı azalmasına səbəb olur. Bu 70-ci illərdə də baş verdi. 1978 və 79-cu illərdə Xəzər dənizinin səviyyəsi kəskin yüksəlməyə, sonra isə yenidən düşməyə başladı. Bütün 5 Xəzər dövləti birləşməli, monitorinq, səbəblərin müəyyən edilməsi və uyğunlaşma tədbirlərinin hazırlanması üçün vahid platforma yaratmalıdır. Çünki Xəzərin dayazlaşması təkcə təbii iqlim problemi deyil. Bu həm də bütün 5 Xəzəryanı dövlətin iqtisadiyyatının inkişafına təsir edən sosial-iqtisadi sabitliyin pozulması problemidir. Xəzər dənizi həm də qədim zamanlardan bəri formalaşmış ekosistemdir. Əsrlər boyu burada Xəzər suitləri, nərə balıqları yaşayıb. Və təbii ki, bizim ümumi vəzifəmiz həm ixtiofaunanın, həm də ornitofaunanın, yəni balıqların, quşların, eləcə də qurudakı biomüxtəlifliyi qorumaqdır. Bütün bunlar Xəzər dənizinin ekoloji durumundan asılıdır. Bu Orhus, Ramsar və Bonn konvensiyalarında qeyd olunur. Təbii ki, güc birlikdədir. Biz Xəzər dənizinin ümumi atlasını yaratmalı, vahid monitorinq və məlumat mübadiləsi aparmalı, rəqəmsal platformalar yaratmalı, birlikdə iqlim dəyişikliyinə müvafiq ölçülər götürməliyik. Единый мониторинг, создавать цифровые платформы, обмениваться данными и вместе изучать и адаптироваться к условиям изменения климата. Stanislav Karalyov, Avrasiya və Afrika Xalqları Assambleyası baş katibinin müavini. Xəzər sadəcə dəniz deyil. O çoxlu sayda insanı, 5 dövləti birləşdirən nadir təbii obyektdir. Əbəs yerə deyil ki, Xəzəri razılaşma məkanı adlandırırlar. Razılıq dedikdə Xəzər dənizinin sərhəd sahilində yerləşən bütün ölkələrin və xalqların mənafeyini, marağını nəzərdə tuturuq. Aleksey Kokorin, İqlim Konvensiyasının müəlliflərindən biri, BMT-nin eksperti. Xəzər haqqında hazırda elm nə deyə bilər? Dəniz səviyyəsi çox çətin bir məsələdir. Volqa və Ural çaylarının axını daha sadə bir sualdır. İqlim modelləri yağışın və dəniz hövzəsindəki buxarlanmanın miqdarını hesablamağa imkan verir. Məlum olur ki, çayların yuxarı axınlarında yağıntılar artır, orta axıntılarda sabit qalır, aşağı axınlarda daha az olur. Qışda daha çox yağıntı olur. Yay aylarında isə Ural və Volqanın aşağı axınlarında quraqlıq getdikcə çoxalır. Bütün bunları nəzərə alıb cəmi hesablasanız, sıfıra yaxın bir rəqəm alınır. Ancaq yağışlardan buxarlanmanı çıxarsanız, 2040-2050-ci illərə qədər axının azalması o qədər də aşırı görünmür. Cəmi 2-4% azalma təşkil edir. Trend axının azalmasına doğru getsə də bu böyük göstərici deyil. Dəniz güzgüsünə düşən yağışın miqdarı 1960-cı illərdə 250 mm təşkil edirdisə, indi 200 mm-dir. Axının 90%-ni Volqa və Ural çayları təşkil edir. Burada anlamalıyıq ki, qlobal istiləşmə Xəzər üçün ölümcül deyil, amma uyğunlaşma tədbirləri görülməlidir. Belə desək, şəraiti nəzarətdə saxlamaq, monitorinq aparmaq lazımdır. Mənfi bir amil mənbəyi açıqlasaq, dərhal qabaqlayıcı addımlar atılmalı və aidiyyəti qurumlar tədbirlər görməlidirlər. Xəzər dənizi ümumiyyətlə maraqlı bir təbiət obyektidir. Ona görə ki, onun sahilində yaşayan insanlar bundan çox bəhrələnir. Əgər Xəzər dənizi olmasaydı, Azərbaycanın şərq və mərkəz hissələri hamısı indi səhra olardı. Yəni bu dəniz Mərkəzi Asiyadan gələn isti hava kütlələrini, quru hava kütlələrini müəyyən dərəcə rütubətləndirir. Ona görə də bizdə səhra yoxdur Azərbaycan ərazisində. Bax, bu Xəzər dənizinin bizə verdiyi ən böyük töhfələrdən biridir. Təxminən 1929-cu ildən sonra bugünə qədər onun səviyyəsi bir 4 metrə yaxın dəyişib.
Xəzərin su balansını təşkil edən əsas çay Volqadır. Bu onun 80% su balansının gəlir hissəsinin 80%-dən artığını Volqa çayı verir. Kür çayı 50 il bundan öncəyə kimi hər il Xəzər dənizinə 16 kub kilometrə yaxın su gətirirdi. Amma bu axır illər heç 10-12 kub kilometr su gətirmir. Çünki həm Volqa çayında, həm Ural çayında, həm Kür çayında, həm digərlərdə çayların üstündə çoxlu su anbarları yaradırlar. Hansısa fəsillərdə yağıntı çox olsa da, ümumən iqlim istiləşməyə doğru gedir. Bu nə deməkdir? Bu o deməkdir ki, ətrafımızda hər yerdən buxarlamanın miqdarı artır, atmosfer yağıntılarının miqdarı isə azalır. Bax, bu ümumi istiləşmə prosesidir. Ümumi istiləşməni biraz da gərginləşdirən amillər var. Bu, əlbəttə ki, insan amilidir. Sual yarana bilər, yəni insan neynir? İnsan müxtəlif istilik yaradan, parnik yaradan qazları səmaya buraxır və bunun nəticəsində iqlimdə müəyyən istiləşmələr olur. Deməli, bir tərəfdən ümumi proses gedir, təbii proses gedir, qlobal istiləşmə prosesi. Bir tərəfdən də insan öz əməli ilə onu biraz da intensivləşdirir. Beləliklə, qədim və unikal su hövzəsi olan, adına nəğmələr və dastanlar yazılan Xəzəri sevərək qayğı göstərmək bizim üzərimizə düşür. Bu füsunkar təbiət gözəlini birgə qoruyaq ki, o da bizə sevgisindən axıb gələn sərvətlər bəxş etsin. Xəzəri birgə qoruyaq.